Bu dad üçün bütün Bakını gəzmişəm. Məni məcnun eləyib çöllərə salan nemət lavaş, ət və qatıq tandemindən ibarət qatıq tunidir. Əslində bunu çox yerdə verirlər və demirəm ki, hər yerdə pis verirlər. Amma bif tantuni elə bil ki, bunun paytaxtıdır. O necə ləzzət ilahi. Ətin sousuna qarışan lavaş və yağlılığı balanslaşdıran qatıq unikal dad balansı yaradır və yedikcə gözlərimizdən ürək çıxırdı. Burada Apache burgerin dadına baxdıq. İçi şirəli idi, amma super değildi. Yəni daha yaxşı burgerlər yemişəm deyə bunu çox da bəyənmədim. Burada adama bir dənə zurna dönər verirlər. Bilmirsən yeməyə harasından başlayasan. Zurnanın bir ucundan o biri başına gedib çıxmaq hər oğlun işi deyil. Toyuqla 4.30, ətlə 5.40-adır. Təkcə bunu yesəz elə bilin ki, günorta və axşamı həll etmisiniz. Bir də bir sutka sonra acarsınız. O qədər doyumludur. Bu məkanda Livan şaurmasını da yoxladıq. Dadı standart. Ona görə də bu haqda çox danışmıram. Amma bax bu şedevr haqda danışmasam günah olar. Bu üçü birində tantunidir. Bir hissəsi çedarlı, ortası qatıqlı, bir tərəfi də sadə. İçi də, üstü də ətli, kənarları da pomidor xiyarlı. Bir porsiyası toyuqla 8.20-yə verilir. Uzun-uzadı tərifə ehtiyac yoxdur. Və təəssüf ki, mən videodan sizə o ləzzəti ötürə bilmirəm. Həqiqətən əlaydı. Deyirəm, mikrorayon uşaqlarının bəxti gətirib ki, məhəllələrində belə ləzzətli məkan var. Bura sırf tantuni üzrə ixtisaslaşsa da menyuda fast foodun bütün növləri var. Bif tantuni 4-cü mikrorayon dairəsi yaxınlığında keçmiş Tərlana qalxan yolda solda yerləşir. Bura bir də gələrəmmi, yolum düşsə 100%.